Ərzaq məhsullarının qiyməti nə qədər qalxıb, xidmət haqları nə qədər qalxıb, yəni insanları talançı vəziyyətdə günü-gündən qiymət qalxır. Yəni Onlar bəs biz kimi gözəl, qəşəng deputatları seçiblər. Mövzu gördünüz necə dəyişilir. Bu mövzudan o mövzuya, o mövzudan bu mövzuya. Dediyiniz təkliflərlə bağlı bir qanun layihəsi verdinizmi? Ya prezidentə müraciət elədinizmi? Yəni dedim, deməklə iş olmuyor. Yox, niyə deyim deməklə iş olmuyor? Nə oldu? Demişsiniz, onda niyə həll olunmadı? Bir dəqiqə, yox, mən sizə deyim, biləsiz. Bizim çox hörmətli bəy də bilsin. Milli Məclisin içində gedən rəsmi çıxışların hamısı bu və digər formada rəhbəriyə çatdırılır. Və hansı deputat nədən narazıdır və nəyə görə narazıdır? Ölkə rəhbərliyinə də Bəli, çatdırılır. Yəni biləsiz.